Kəsrlərin ixtisarı və kəsrin əsas xassəsi. Bənövşəli dairələrə fikir verək. Burada birinci dairə 3 yerə bölünüb, 2 hissəsi rənglənib, yəni 2 hissəsi seçilib. İkinci dairə 6 yerə bölünüb, 4 hissəsi rənglənib. Üçüncü dairədə 12 yerə bölünüb, 8 hissəsi rənglənib. Göründüyü kimi bu hissələr bərabərdir, lakin müxtəlif dilimlərdən ibarətdir. Demək, bu kəsrlər bərabərdir bir-birinə. Bu kəsrləri ayrıca yuxarıda yazsaq, 3-də 2, 6-da 4, 13-də 8 kimi yazaq. Bunlar əgər bir-birinə bərabərdirsə, onların bir-birindən alınmasının yəqin ki, cəbri yolu da var. Diqqət eləsə görək ki, surət 2, 4, 8 ədədləri bir-birindən 2 dəfə fərqlənir. Yəni 2-ni 2-yə vuranda 4 alarıq, ikinci kəsrin surətini alarıq, yenidən 2-yə vursaq, üçüncü kəsrin surətini alarıq. Həmçinin məxrəci də yenə də 2-yə vursaq, 3-dən 6, 6-dan 12 almış olarıq. Deməli, belə görünür ki, bərabər kəsrləri almaq üçün onların surət məxrəcini eyni ədədə vurmaq lazımdır. Eyni zamanda bu əməlin tərsi də doğrudur. Yəni, burada diqqət eləsək, 12-də 8-dən surət məxrəci 2-yə bölsək, 6-da 4, eyni kəsri, demək, 6-da 4-ü isə öz növbəsində 2-yə bölsək, üstə 2 kəsrini almış olarıq. Deməli, bu da o deməkdir ki, bərabər kəsr almaq üçün həmçinin surət məxrəcləri eyni ədədə bölmək olar. Məhz buna biz kəsrin əsas xassəsi deyilik. Bu ikinci hala, yəni bölünmüş hala, həm də kəsrin ixtisarı da deyilir. İxtisar sözü ərəb-fars sözüdür, yəni termin olaraq adi kəsrlər bölməsində istifadə olunur. Mənası azaltmaq, qısaltmaq deməkdir. Yəni, buradan da biz görürük, böldükdə əslində biz onu azaltmış oluruq. Bu mühakimələr bizi gətirib kəsrin əsas xassəsi dediyimiz ən təməl fundamental xassəyə çıxarır. Onu teorem şəklində ifadə eləsək, deməli, kəsrin surət məxrəcini eyni ədədə vurduqda və ya böldükdə bərabər kəsrlər alınır.